Batum Elebi və Ned qəzetinin həm təsisçisi və direktoru Ziya Amaqlobelinin həbsinin bir ilinin tamamında Tbilisidə yürüyüş keçirilib. Yürüyüş zamanı öz xalqının düşməni cəzasız qalmayacaq, sona qədər mübarizə apar, rədd olsun oliqarxiya, rejimin məhbuslarına azadlıq şüarları səsləndirilib. Jurnalist Gelam Tivlişvili Azadlıq Radiosunun canlı yayımında bildirib ki, onların əsas tələbi rejim tərəfindən saxlanılan bütün qanunsuz məhbusların azadlığa buraxılmasıdır. Yürüyüşdən bir gün əvvəl Ziyanın həmkarları və dostları Rustavi Qadınlar Koloniyasının qarşısında simvolik bir tədbir üçün toplaşıblar. Aksiya jurnalistlərin təqibindən diqqət çəkmək, Ziyanın azadlığa buraxılmasını tələb etmək və hakimiyyətə ictimai təzyiq göstərmək məqsədi daşıyıb. Bu bir il ərzində Ziya Amaqlobeli söz azadlığının və Gürcü müqavimətinin güclü bir simvoluna çevrilib. Məhz Ziyanın işi sayəsində Gürcüstan ilk dəfə jurnalistləri vicdan məhbusu kimi saxlayan avtoritar ölkələr siyahısında yer alıb. 2025-ci ildə Ziya hər il ifadə azadlığı və demokratik dəyərləri dəstəklədiyinə görə verilən Saxarov mükafatına layiq görülüb. Jurnalist keçən il Batumidə keçirilən mitinqdə polis zabitinə şillə vurduğuna görə həbs olunub. O, Batumi şəhər məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib. Artıq 411 gündür ki, paytaxt Tbilisi ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrində hökumət əleyhinə etirazlar fasiləsiz olaraq davam edir. Etirazçıların əsas tələbi siyasi məhbusların azad olunması və yenidən şəffaf şəkildə parlament seçkilərinin keçirilməsidir.